Kanala abunə olub videonu bəyənib dostlarınızla paylaşmağı unutmayın. Sual güvən 10-cu siniflərə buraxılış imtahanında salınıb. Bu 350-nin ən kiçik qiymətini tapmaq lazımdır. Ən kiçik qiymətin tapılması üçün belə bir düstur var. N bərabər 4AC çıx B kvadrat bölünsün 4A. A nədir, B nədir, C nədir? A x kvadratının əmsalıdır. Yəni A 1-dir. B x-in əmsalıdır. C sərbəst həddir. Gəlin aparaq yerinə qoyaq. 4 vur 1 vur 18 çıxılsın 8-in kvadratı bölünsün 4 vurulsun 1. Aparıb yerinə yazıb indi hesablayacağıq. 4 vur 1 vur 18 72 edər. 8-in kvadratı 64. 4 də 1-ə vuranda 4 edər. 8 böl 4 ən kiçik qiyməti oldu 2. Yəni düzgün cavab D variantıdır.